Aparıcı Mətanət Əliverdiyeva həmkarlarına müraciət edib. O, Xəzər axşamı verilişində aparıcıların öz proqramlarına dəvət etdikləri qonaqlara qarşı daha həssas və diqqətli olmalarının vacibliyini vurğulayıb. Mən etik normaları gözləyən bir insanam. Verilişimə gələn qonaqdan nə isə soruşacamsa, reklam zamanı bu mövzuya toxunmaq istədiyim barədə icazə alıram. Bəlkə xoşuna gəlməyəcək. Mənim qonağımdır. Axı niyə xətrinə dəyməliyəm? Elə şeylər var ki, qonağın mətbəxidir. Birbaşa soyuducunu açıb baxmaq olmaz. Bəlkə heç nə yoxdur. Niyə mənim yanımda utanmalıdır? Hər şeyi gözləmək lazımdır. Aparıcılar, icazəsiz heç kimin mətbəxinə girməyin. Çünki qonaq sizin haqqınızda elə şey bilər və üzünüzə qaytarar ki, özünüz pis vəziyyətdə qalarsınız. Birləşmiş Ərəb Əmirliklərində qalıb Bakıya qayıda bilməyənlər arasında aktyor Elcan Rəsulov da yer alıb. O, İranın raket hücumlarına görə Dubayda uçuşların ləğv olunduğunu və qalma xərclərini turistlərin özlərinin qarşıladığını söyləyib. Deyirlər ki, Birləşmiş Ərəb Əmirlikləri orada qalan turistlərin xərclərini öz üzərinə götürdü. Hamı da tərifləyir, elə bir şey yoxdur. Qaldığım otelin qeydiyyat yerinə yaxınlaşdım, vaxtım bitir. Biletim də var, amma məlum səbəblərdən qayıda bilmirəm. Burada pulsuz qalacam deyə düşündüm. Qiyməti soruşdum, əvvəl $100 olan otaq indi 200 olub. Qiymətlər 2 qat qalxıb. Azal da sağ olsun, yazıb ki, uçuş ləğv olundu. Amma nə vaxt olacağı barədə heç nə yazmayıb. Ara sırada səslər gəlir. Gecə yığıb hamıya təlimat verdilər. Amma xüsusi bir hal olmayıb. Qeyd edək ki, İran bir neçə gündür Birləşmiş Ərəb Əmirliklərinə raketlər atır.